Baxın, Azərbaycanı vahid halda birləşdirənlər deyəndə hansı dövlətin və yaxud da kimin adını çəkilir? Bax, birinci şəxs təmasübdən başlayaq. Neçənci ildə Azərbaycanı vahid halda birləşdirir? 51-də Şəkinin tutulması ilə. Yox, 51-ci ildə Şəkinin tutulması ilə bütün Azərbaycanı özünə birləşdirir. Yox, elə həmişə 51 götürülüb. Bəli, həmişə 51 götürülüb ki, Təhmasibin dövründə bütün Azərbaycan vahid halda birləşdirildi. Yusif ibn Əbu Sacın dövrünü götürürsünüz, bütün Azərbaycanı birləşdirməsi, sonra kim götürəcəksiniz? Mərzban ibn Məhəmmədi götürürsünüz, bütün Azərbaycanı birləşdirməsinə görə. Eldəniz'i götürürsünüz, amma Eldəniz Şirvanşahla birləşdirir. Yəni Şirvanı tutur və bütün Azərbaycanı birləşdirəcək. Eldənizdir, Yusuf ibn Əbi Sacdır, Təhmasibdir, Mərzban ibn Məhəmməddir. Hə, o qısa müddətliyinə Təbrizə gəlir, deyir, bütün Azərbaycanı Aysa o 2 aylığına birləşdirir. Bəli, doğrudur. Başqa kimin adını çəkirik? Bütün Azərbaycan niyə Səlcuqu demirsiniz? Məsələn, Alparslar 66-cı ilə bütün Azərbaycanı birləşdirir. Sonra Cəlaliləri niyə demirsiniz? 67-də, 1367-də. Gəlir Şirvanı tutur, bütün Azərbaycanı birləşdirəcək. Kim idi hakimiyyətdə? Şeyx Beys, bəli. Nə dedin? Ulaçilər də götürsən, bəli, bütün Azərbaycanı birləşdirmək. Çünki Şirvan onun tərkibində idi. Bütün əraziləri birləşdirməsinə görə götürəcəksiniz.